Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir sual verilib bizə. X kvadrat plus x plus 1 bərabər 0 gördüyünüz kimi. Deyir ki, x üstü 40 aşağıdakilərdən hansına bərabərdir? Yəni, baxın, biz burada nə edə bilərik? Əvvəlcə hər tərəfi, həm x kvadrat plus x plus 1-i, həm də sağ tərəfi, yəni 0-ı x çıxılsın 1-ə vura bilərik. Əlbəttə ki, eynədə vurub bölmək olar da. Deməli, x çıxılsın 1-ə vursa nə alacaq? X çıxılsın 1-ə vurulsun, x kvadrat üzərinə yazsın x üzərinə yazsın 1 bərabərdir. Onsuz da mənimlə 0 nəyə vursun? 0 yazacaq. Sağa yazmağa ehtiyac yoxdur. Baxın mənimlə x çıxılsın 1 vurulsun x kvadrat plus x plus 1. Müxtəsər vurma üstünə bu nədir? Əlbəttə x kub çıxılsın 1-in kubudur. Düzdür? X kub çıxılsın 1-in kubu, yəni x kub çıxılsın 1 yaza bilərik. Bərabər 0 imiş. X kub çıxılsın 1 bərabər 0 ise x nəyə? Üzr istəyirəm. X kub nəyə bərabərdir? X kub bərabərdir 1 sağ həcə bərabər 1-ə. Birbaşa biz burada x bərabər 1 yaza bilmərik. Çünki natural həll demir bizdə. Deməli x kub bərabər 1 aldıq. Bizdən nə istəyir? X üstü 40 istəyir. X üstü 40-ı mən x kubdan aslında necə yaza bilərəm? Belə yaza bilərəm də x-in kubunun üstü 13 vurulsun x kimi yaza bilərik. X-in kubu 1-dir. 1-in üstü 13 neçə edəcək? 1. 1 də x-ə vuranda alınacaq x. Doğru cavab nə oldu? X. Görə hansı variantdır? Cavab C variantı.